Hello everyone, herkese salamlar. Bugün sizlərlə 7-ci sinif ingilis dili dərsliyindən deməli səhifə 17, daha doğrusu 18 və 19-u işləyəcəyik. İngilis dilinin istifadəsi mövzusudur. Deməli, gəlin birinci sualımıza baxaq. Deyir, each of the words in bold is in the wrong sentence. Deyir, sözlər səhv cümlələrdədir. Yəni bu sözlər, gördüyümüz bu sözlər səhv yerlərdədir. Yəni, discover 3-cüyə getməlidir, yazılıb 5-ci və yaxud da filan cümlə filana getməlidir, yazıb 5-cidə. Deyir ki, put the words in the sentence they belong to. Deyir, hansına uyğundursa onu yerinə qoy. Baxın, deyir, I always improve my teacher's instructions. Gəlin belə eləyək. Baxın, yəni 2-dən başlayaq. Sonra yavaş-yavaş bilirsiniz necə çalışaq qarışıq işləyək bunu. Çünki məsələn, bunu bura qoydumsa, buradan silirəm, onu yerinə qoyuram falan. Başa düşdünüz necə? İndi izah edəcəm sizə. Baxın, deyir, ikinciyə baxıram. Deyir, the actor worked a lot. Deyir, aktor çox işlədi. Çünki o öz performansını ovlamaq istədi, yoxsa kəşf etmək istədi. Discover, kəşf etmək olmalıdır. Buradakı discover silinir onda. Yazılır ikinciyə. Discover. Sonra, a group of scientists hopes to screen a new plant. Yox. Alimlərin qrupun istədiyi yeni planeti izləsinlər. To follow olacaq. Yəni, 4-dəki follow silinir, 3 əlavə olunur. Follow. Sonra, deyir, people use two elephants to hunt the elephants for ivory from their tusks. Deyir ki, filləri onlar ovlayardılar. Nədir ovlamaq? Hunt. 4-cüyə hunt gedir. 2-cidən də hunt silindi, yazıldı. He was so angry that he wanted to scream. O çox əsəbidir, o qışqırmaq istədi. He wanted to scream olacaq. Sonra birincidə də improve, elə improve olaraq qalır, düzdür. Ona görə birinciyə baxmadıq. Belə olacaq. Exercise number 2, tapşırıq 2-yə baxıram. Deyir, choose an add one in each line. Deyir ki, bir dənəsini silirik buradan elə bir. Deməli, baxın, hansı şeydirsə səhvdir onu silirik. Yəni, uyğun deyil. Bracelet nədir? Qolbaq. Earrings, qulaq, nə bilim, şeyləri, üzükləri, ring, üzük, necklace, boyun. Baxın, earphones qulaqcıqdır. Qulaqcığın yəni cəvahirata adiyyəti yoxdur. Ona görə bir də earphones artıqdır. 2-də slide, swing, juggling, rope, bridges. Burada slide sürüşmək, swing tullanmaq, juggling, juggle etmək, rope, bridges, ip. Burada jugglingdir. Juggling fokus göstərməkdir. Juggling. 3-də elephantdir, seal line'dir. Whale ancaq seal dolphin. Burada elephantdir. Çünki bu su itidir, dolfindir, nə bilim, whale'dir, dəniz şiridir. Bunlar hamısı görürük suya aiddir. Amma elephant quruda yaşayan heyvandır. 4-cüdən exhibition, sərgi, museum, muzey, theaters, teatr, art center, artların mərkəzi. Amma ofis ilə ofisdir. Ofisin bunlara gördüyümüz kimi adiyyəti yoxdur. Exercise number 3-ə baxıram. Burada deməli nədir? Preposition qoyuruq. Deməli, most boys are keen. Keen on nə idi? Keen, daha doğrusu keendən sonra nə işlənə bilərdi? Biz dedik ki, keendən sonra 10 işlənir. Keen on playing football deyir. Çox oğlanlar futbol oynamağa həvəs göstərir. Keen on birləşmədə də bildiyimiz kimi. Keen on. 2-cidə the children dived into. Dive'dan sonra suya dalış etmək deməkdir. Dive'dan sonra mütləq into işlənir. Dived into. Into. 3-cüdə baxın nə getdi? On getdi. Into getdi. When I was a child, mən uşaq olanda I was afraid of spiders. Mən spiderlardan qorxurdum. Bilirik ki, afraiddən sonra of işlənir. Afraid of.
Bunlar qaydadır uşaqlar. Qeyd edin dəftərinizə. Dördüncü. Deməli, to my surprise. Yox, bu qalsın. All the sportsmen want to take part of olacaq. Daha doğrusu part of yox. Part in de international class. Part in bir birləşmədir. Part in. 6'ya baxıram. Deməli, indi getdi buradan. My friends enjoy listening to national music. Mənim dostlarım milli musiqilərə qulaq asmağı. Listening to olacaq. Buradan deməli to da getdi. Burada 2 dənə of var. Afraid of da getdi. Bir dənə məsələn bundan 2 dənə işlənə bilər və ya bundan 2 dənə, bundan 2 dənə, bundan hər hansı bir şeydən 2 dəfə işlənə bilər. Onda 4-cüyə baxım, take part of olacaq. Part of birləşmədir. Deməli, yox, bir dəqiqə, part in, part of, take part of, part in. Bu düzdür, 7-cidə 8-ə baxaq bir dənə uşaqlar. Deməli, we look forward to. Forward to bir birləşmədir. Ona görə forward to. To 2 dəfə işləndi. Əla. Onda to'nun üstündən 2 dəfə xətt çəkirik. Aha. To'nun üstündən belə xətt çəkək. Deməli, part in-də. Part of, deməli, she decided to take up drawing classes because her love for art. Yəni, art üçün olandı. Love for. Burada da for işləndi. For'u da keçdik. Intonu keçdik. Deməli, kin onu da keçdik. Dived intonu yazmışıq. Afraid of da getdi. Deməli, 4-cüdə to my surprise. In my surprise olacaq. In my surprise. Hamısı işləndi. Burada 5-cidə part in-də ola bilər, part of-da ola bilər uşaqlar. Yəni, cümlədə nasıl da part in-də ola bilər, part of. 4-cüyə baxıram. Nə deyir burada? Buradan baxaq. There is a sentence below and fill in the case is an appropriate form of the word given in breaks. Deməli burada deyir ki, bizə şəkilçilər artıraraq cümləni. Deyir ki, it was so. Baxın, burada id ing-dən istifadə qaydasından istifadə edəcək. Bilirik ki, cansızlarda ing. It was so relaxing to be among our friends. Relaxing. Hamısında id ing istifadə etməyəcək. Sadəcə şəkilçi əlavə edəcək. The lecturer spoke very clearly and we could hear every word. Deyir ki, lecturer siz nə deyim? Baş salacağım onu. Deyir, biz hər şey eşidirdik. Deməli, bu danışan şəxsdir. Lecturer isə bir əşya, bir yer mi deyək? Bunu şəkilçi. Lecturer. Sahibçi. 3-cü. I had really scared. Burada dream'e aiddir. Burada edə aiddir. Scaring dream. Qorxulu arzu. 4-cüdə he is famous all over world as a greater adventurer. Daha doğrusu uşaqlar burada scaring yox scary olacaq. 4-də isə adventurer, macəraçı var idi. O dünyada qəşəng, yəni dünya ətrafında ən qəşəng macəraçıdır. Adventurer. Adventure macəra deməkdir axı. Artırım olur şəxs. 5-ci. The second half book is more exciting. Deyir, book, kitab çox həyəcanlı idi. Exciting ayınca ayırırıq. 6-da. They never fly by planes because they have a phobia of higher. Yüksəkliyə doğru şeyləri var. Qorxuları var. Fobiyaları var. Hayır. Bir dəqiqə.
Burada high çəki deməkdir. Height olacaq. Height kilo deməkdir, yəni height. Yəni onlar uça bilmədilər çəkilərindən dolayı. The family decided to hire a photographer for the party. Deyir, ailə parti üçün fotoqrafçı kirayələməni qərarlaşdırdı. Photographer olacaq. Fotoqraf deməkdir, amma fotoqrafer şeydir. Çəkən fotoqrafçı. Photographer. 8-ci, she enjoys cooking and wants to become professional cook. Deyir, o pişirməkdən həzz alır və professional pişirməsi olmaq istəyir, aşpaz. Professional olacaq. Burada deyir, look at the pairs of sentences and decided which is correct. Deyir, iki dənə cümlə verilib, onlardan hansı doğru olduğunu yoxlayın. Deyir ki, since for, asan. Dünən izah elədiyim, sizə dünən paylaşdığım video idi. Dedirəm, baxmısınız. Baxsanız, heç nə itirməyəcəksiniz. Əksinə, nə qədər şey qazanacaqsınız. Baxın, bilirik ki, dedik ki, məsələn, o doğulandan, nə bilim, 6 yaşından, 6 aydan bəri olur. Ona da since işlənir. For isə sadəcə, məsələn, aylarda işlənir. Yox, for deyim ki, for a long time, 3 aylıqdır ki, amma deyir ki, he has been interested in football since he was 6 years old. He has been interested in football for 6 years old. Deyir ki, birincidə mənaya baxın. 6 yaşından etibarən o futbola maraq göstərir. Bil ki, 6 yaşdır ki, futbol göstərir. Bura 6 ildir. 6 il oldu olmasaydı burada, onda for 6 years, for 6 years olardı. Burada yaş mənasını bildirir deyək. Biri A gedir. Since-lə işlənməlidir. We had, burada years, illər verilibsə, avtomatik for işlənir. For years. Sonra I have already. Already nədən arasında işlənir? I have already decided what to do. Mən artıq nə edəcəyimi qərarlaşdırmışam. I have decided what to do yet. Mən hələ də qərarlaşdırmışam. Hansı cümlə məntiqli oldu? Mən artıq nə edəcəyimi qərarlaşdırmışam. Yəni I have already decided what to do. Did you have taken up boxing? Have you? Did-lə cümlə düzəlmir. Əgər söhbət present perfect-dən gedirsə və present perfect-dən görürəm ki, hər şey verilib, have taken up, cümlə avtomatik did-lə yox, have has-lə düzəlir. Yəni have has özü ilə. Have you taken up boxing? Gördünüz mü? Bu nədir? Nədir bu? Bildim. Yəni, baxın, burada veriliyib birinci, ikinci, üçüncü mətndən birinci, ikinci, üçüncü, dördüncüyə nə qoyacağıq? Yəni, since, for, when, nə bilim, bunlardan birini qoyacaq da. Oxuyaq. I have been a runner for 3 years. 3 ildir ki, mən qaçışıram. Uşaqlar, tərcümə eləyəcəm. Tamam, eləyərəm. Deməli, birə for gedir, birə B gedir. Sonra, I used to run only 2 or 3 kilometers a day, but now I run about 15 kilometers a day. Mən əvvəllər 2-3 kilometr qaçırdım gündə, amma indi 15 kilometr qaçıram. My speed also improving. Mənim sürətim həm də inkişaf edir. Improving. Bax, burada verilən sözlərdir. Qoyuram. Sonra, burada deməli yazdıq improving. Quş qoyuram. There is a new club for runners near my house. Deyir, mənim evimin yaxınlığında qaçanlar üçün yeni bir klub var. But I haven't joined it yet. Mən hələ də ona qoşulmamışam. Yet. Bu gördüyünüz kimi C. Cümlənin mənasına baxsınız. Bunu da qoyduq. Deməli, last year my brother and I, burada have started, last year olduğuna görə avtomatik past simple olacaq. Started bir variant. Başladıq. A month later my brother changed
change his mind. Öz fikrini dəyişdi. Yəni qardaşı olduğuna görə his işlənirik. Mind olmaz çünki change mind yox, change somebody mind ola bilər. Yəni somebody'nin yerinə də his işlənir. Aha, deməli his mind oldu. Altıncıda deyir ki, hanı altıncı? He was afraid of heights and he wanted it very scary. Deyir ki, o çəkisindən qorxurdu və onu qorxulu tapırdı. Scary olur. I have climbed several mountains when I started. Deyir, mən artıq bir neçə mountaini qalxmışam. Nə vaxtla? Since I started olacaq. When yox, since. Yəni, mən başlayandan bəri. My coach says that I have already become. Have var, fiil var. Ortasında nə işlənər? Already. Artıq. Mənim deyir, hakimim, yəni koşum. Deyir ki, mənim artıq yəni profesional bir belə deyək də, dırmanmanam, belə deyək, artıq. Climbing, climb deyim də sizə. Qalxmaq da, belə deyim. Dırmanmaq. Already. Climbing is something that I don't think I will ever be keen on doing. Yəni elə bir şeydir ki, mən ona edəndə, yəni həvəs, burada don't var. Yox. Burada don't var deyə get tired. Yəni mən onu eləyəndə yorğun olmuram. If you want to become a rock climber, remember that is very important to follow safety rules. Bu bir birləşməli deyirik. To follow safety rules nə idi? Təhlükəsizlik qaydalarını yerinə yetirmək. Deməli, 1-ə B, 2-yə A, 3-ə C, 4-ə B, 5-ə A, 6-ya, 7-yə B, 8-ə C, 9-a, 10-a B getdim. Ümid izahımı başa düşdünüz. Videonu bəyəndinizsə, müsbət yorumlar yazmağı və bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.